və biz Azərbaycan xalqının demək olar ki, ən böyük xüsusiyyətlərindən biri Peyğəmbər və onun əhl-i beytinə xüsusi bağlılığımızın olmasıdır. Bu xalqın xüsusi bağlılığı var Peyğəmbərə və onun əhl-i beytinə. Ta qədimdən istər bizim ziyalılarımız olsun, şairlərimiz olsun, istər adi insanlar olsun. Peyğəmbər və onun əhl-i beytinə necə bağlılığı olub bu insanların? Həmişə belə olub. Tarixən belə olub. Sanki elə bizə o əhl-i beytin sorağı gəlib çatan kimi biz onlara aşıq olmuşuq. Əcdadımızdan, dədəmizdən, babamızdan gedir söhbət. Və o aşıqliyin nəticəsindədir ki, vaxtı ilə onların balaları bura üst tutanda xanım Həkimə, xanım Rəhimə və başqa-başqa imamın övladları pənah verən insanlar məhz bu insanlar olub. Azərbaycan möminləri olub, Azərbaycan əhl-i beyt aşiqləri olub. Onlara pənah veriblər, onlara yer veriblər, onlara qucaq açıblar. Niyə? Çünki bu İmam Rızanın bacısıdır. Bu İmam Musa ibn Cəfər ağanın övladıdır. Və indiyə qədər də xüsusi məhəbbət var. Gedirsən, gəzirsən evləri, Allah bu neməti, bir alimlərin qəşəng birinin sözü var, deyir, gərək biz Allaha şükür eləyəndə çox vaxtı maddiyyata görə şükür eləyirik. Amma gərək mənəvi şeylərə də görə Allaha görə şükür eləyək ki, Allah Taala bizə nə qədər mənəvi dəyərli şeylər verib, nemətlər verib. Təkcə elə suya, çörəyə yox ki, ay Allah sən mənə çörək. Allah bizə elə şeylər verib ki, çörək, su nədir onun yanında? Bax, əhl-i beyt məhəbbəti. O, bizim əcdadımız elə tanıyıblar onları, elə seviblər onları. Ged bir dənə hansı qapını gəzirsən, gəz, görəcəksən, dindirsən. Bir dənə ya Peyğəmbərin adından olan bir nəfər, ya əhl-i beytinin adından olan bir nəfər. Həsən, Hüseyn, Hüseyn ağa, ağa Hüseyn, nə qədər çoxdur bu millətin belənçi adda olan insanları. Allah bu neməti çox görməsin, amma təəssüflər olsun ki, eşidirsən, məsələn, arada elə adlar seçib qoyurlar, heç belə mənası yoxdur, məntiqi yoxdur. Nə gözəl hədislərdə də var ki, Əli əleyhissalam buyurub ki, atanın övladı boynunda, övladın ata boynunda olan haqlarından biri, ilk haqqı nədir? Ona gözəl ad qoymaq. 3 dənə haqq deyir. Biri gözəl ədəb keçmək, biri Qur'an keçmək, Qur'an tədris eləmək, biri də nədir? Gözəl ad qoymaq. Ədəblə Qur'an soranın işidir, amma birinci gözəl ad qoymaq. Gözəl ad. Dəfələrlə görsən müraciət edirlər, nə ad qoyum? Hüseyn var. Eybi yoxdur. Qardaş oğlu da Hüseyn var. Bacı oğlu da Hüseyn var. Qoy səndə də olsun. Bir dənə hədis var Həzrət İmam Hüseyn əleyhissalamdan. Deyir ki, qayıtdı, Əmras səhv eləmirəmsə, soruşdu Muaviyyənin vəziri. Dedi, sizdə elə yerindən duranın adı Əli idi. Yerindən duranın adı Əli idi. Bölüblər də Əli Əkbər, Əli Əsxər, Əli Olsət, Ortancıl Əli, Böyük Əli, Kiçik Əli. İmam Hüseyn əleyhissalam buyurdu ki, əgər Allah mənə 100 oğlu versə, hamısının adını Əli qoyaram. Hamısının adını Əli qoyaram. Bundan gözəl ad, bundan gözəl adlar, o ad ki, bu adı Cənab-ı Cəbrəil bax, bugün Həzrət Peyğəmbərə gətirib. Ya Rəsulallah, bu uşağın adını Hüseyn qoy. Niyə? Çünki Harun Peyğəmbərin Musaya olan nisbəti necədirsə, Həzrət Əlinin də sənə olan nisbəti o cürdür. Onun böyük oğlunun adı Şəbər olub, kiçik oğlunun adı Şübeyr olub. Cəbrəil, mən ərəbəm, o ərəb ad deyil. Dedi, ərəb dilində çevirəndə birinin adı Həsən olar, birinin adı Hüseyn olar. Mənası da gözəl. O ad ki, Allah tərəfindən gəlib. Adam, məsələn, uşağa ad qoyanda çaşır qalır ki, hansı ad qoysun? Cənab-ı Cəbrəil gələ, deyə ki, bu uşağın adını Hüseyn qoy. Bundan böyük, bu insanın adı da Allah tərəfindəndir. Ondan sonra ruzisi də Allah tərəfindən gəlib. Ondan sonra paltarı da Allah tərəfindən gəlib. Hər şeyi Allah tərəfindən.